Ben Cünay xanımla bugün şəhər daxili sürmə dərsindəyik. Cünay, görsən qırıq-qırıq xətləri. O nizamlanan piyada keçidi deməkdir. Yəni bax, bu piyada keçidi svetoforla, işıqforla tənzimlənir. Oldu mu? Davam elə. Sonundan ehtiyatlı ol. Ehtiyatlı ol, qarşıda piyaдаları görürsən. Halbuki piyadalara qırmızı işıqdır ha. Maşınlara yaşlı işıq. Görürsən necə məsuliyyətsizcəsinə keçirlər. Ona görə həmişə özünün piyadalardan gözlə, ehtiyatlı ol. Davam elə. Bu yuxarıdakı nişanlar zolaqlarda hərəkət istiqaməti nişanlarını bildirir. 2 zolaq gedirsə, 2 zolaq geri dönüşlər üçün. Özünü necə istəyirsən? Sizinlə biz gündüz saatlarına sürmüşük, ilk əvvəlki gecə saatlarına sürürük. Özünüzü yaxşı istəyirsiniz. Bax, bu nişan bildirir ki, soldan zolaq darılacaq, yəni bitəcək. Tələsmə. Gör sonunda avtomobil varmı? Yoxdur. Bir zolaq sola keçdilər. Bu keçsin. Aferin. İndi beyazsında düz getmişdik. İndi bu sefer U dönüşəcək. Oldu. Bir zolaqda sola dönüşəcək keçdilər. Aa, yaşasın. Bu xəbərdarlıq nişanı ilə diqqət uşaqlar adlı nişandır. Xəbərdar ki, qarşınıza uşaqlar çıxa bilər. İndi mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir.